Cross'u çağırmışsınız. Yox. Axırıncı videoya baxandan sonra gördüm sizə təcil usta lazım. Əvvəla sizi təbrik edirəm. Yəni verişiniz xeyirli olsun. Və sizin veriş vasitəsilə sizi izləyənləri, Azərbaycan xalqını salamlayıram. Qaldı ki, qrupların dağılmağına mən bu barədə çox danışmışam. Qoy sizin verişlərə danışım. Qrupların dağılmağının bir neçə səbəbi var. Ən böyük başlıca səbəblərdən biri odur ki, yəni qrupda gərək bölüşən əlim olsun. Yəni pul söhbəti. Birinci söhbət, söhbət, dava, düşür olsun. O bir. Əzizim, mən 200 manat ata bilərsən? Gəlin həftə qaytaracam. Okey də, keçən həftə demişdim ki, gəlin həftə qaytaracam. Bu həftə deməmişdim ki. Niyə özünü bir savat kimi aparırsan? Einstein də deyib də zaman nisbi anlayışdır. Mənə inanmırsan, Einstein'ə inan. Neysə, davay, sağ ol. Psixologdan gəlirəm, yenə də əsəbləmi pozurları. Ya nə təşkil eləyə bilərsən içinə? Mən bilmirəm, nə təşkil edə bilərəm sizə. Nə oldu? Tanışım var, onun da belə minenyası yox da. Sənin də boyun belə uzunluq. Mən daşı deyə bilərəm, əgər məsələn kimsə indi qrup yaratsa, ikisi hündürlü olsa, biri balaca, o qrupda söz-söhbət düşəcək. Bilirsən, biz sevgilimlə gec-gec görüşürük, amma bugün görüşməliyik. O çox işləyir. Hər dəfə də onun üstündə fərqli saçlar görürəm. Məncə o parik taxır. Parik taxırsa, deməli aktyordur. Rəfiqəm isə deyir ki, o klondur. İkinci söz-söhbət qrupda düşür. Bir balaca populyar olandan sonra başlayırlar bir-birlərinin arasında egoistlik. Mən səndən yaxşı oxuyuram, bu deyir, yox, mən səndən qəşəngəm, bu deyir, mənim səsim daha ucadır, bu deyir, mənə qızlar daha çox şəkil çəkdirir, nə bilim, nədir, bax, belə-belə söhbətlər başlayır. Vahid hardadır? Vahid axtarıram. Hansı var? Necə yəni hansı Vahid? Romaya getmək istəyirəm. Vahid bilet. Və üçüncü səbəblərdən biri də ki, qrup elə bil ki, komanda halındadır. Gərək hər şey komanda halında olsun. Amma təəssüflər olsun ki, bunlar hamısı müstəqilliyə can atır. Bunlar elə bil ki, gedəncək sol olacaq və əli yağa bala baxacaq. Yox, elə deyil. Hər kəs qrupdan çıxıb gedib istədiyi kimi o cür tanınmış uğuz ola bilmir. Düzdür, bir çox müğənnilərimiz var ki, qruplardan çıxırlar. Amma o da baxır necə, nətər. Ona görə bunlar müstəqil olmaq istədir, sol arzusuna yaşayırlar. Bax, belə söhbətlərdən qrup dağılır. Yaxşı, onda bir dənə korona. Mənim qolmudur. Nə oldu bu qəribə qadaş gəlir? Koronanın başına qoyub çıxıb deyil. Yaxşı, onda su ver. İndi yəqin ki, qrup işlədən rəhbərlər indi mənim kimi olar bilərlər. Yəni, qrup saxlamaq çətindir. Yəni, bunların nazı ilə oynayırsan, bunu barışdırırsan, küçürlər, nə və nə ilə yola verirsən. Yəni, bir sözlə, yəni budur. Ən çox da bu qrup dağılmaları olur bir sansı qruplarda. Estrada, yəni pop, yəni o deyirlər, disko stilində oxuyan qruplar. O qruplar ki var ki, hansı ki, xalq janrında oxuyurlar, kostyum, qalstuk oylar. Onlar da dağılır. İndi hərdən olur ki, o qədər dağılırlar, ancaq axırda başa düşürlər ki, yox, biz bir yerdə qalmalıyıq. Qalmasaq, biz heç əldə edəməyəcəyik. Yəni, istəsələr də, istəməsələr də məcbur olaraq bir-birlərini dözərək bu yolu davam etdirir. Bu səbəblər ən çox var. Bir də ki, o məni heç vaxt sosial şəbəkədə paylaşmır. Deyirsən çox gözəlsən, sənə göz dəyər. Ancaq eksini paylaşır. Çünki o ebəcərdir. Necə də qısqanc və romantikdir. Bugün də psixoloqum mənə dedi ki, qarşına realistik hədəflər qoymalısan. Məsələn, kreditimi bağlamaq mənə o qədər də realistik gəlmir. Amma Romaya gedib bir-iki dənə şəkil çəkdirmək məncə çox realistikdir. Mental sağlamlığımı necə də düşünürəm. Nə sürətli silmək. Mən heç sözümü demədim, sən önce silməyə başladın. Kommentləri də sən silirdin. Əslində mən səyahətə yox, sakitliyə pul xərcləyirəm. Məsələn, xaricdə olanda səhər tezdən kreditorlar zəng eləyib mazgimi xarab eləyə bilmir. Rahat yatıram. Çünki roaming almıram. Çünki roaming almağa da pulum yoxdur. Əvvəla onu deyim ki, prodüser sözünü elə bərbad günə qoyurlar ki, Allah haqqı, mən hərdən də utanıram ki, özümə prodüser deyirəm. Soruşanda deyirəm ki, mən qrupun rəhbəriyəm. Yanında sumka daşıyan deyir prodüsera. Müğənniyə salfetka verən deyir prodüsera. Gedir müğənniyə bazarlı verir, maşını yuduzdur deyir prodüsera.
Qurban prodüser, yəni rəhbər demək, direktor demək. Harada görülür ki, prodüser salfetka daşısın, prodüser getsin bazarlıq eləsin. Məsələn, mən o, bilmirəm, bu taksiri müğənnilərdə mi görürüm, ya bir sözlə də lor mənası deyəcəm, elə bir ki, Jiguli gətirib, kapoda vurub Mercedes-inə inbiləyəməsə, Jiguli deyir ki, mən Mercedes-ə. Qurban ol, sən ora neysə eləyib, Jigulidir. 6-3 ayıncı ayrı şeydir, boş ver. Bir də ki, mən keçən dəfə onun bir qızını şəhərdə gördüm. Soruşuram ki, bu kimdir? Deyir ki, bacım. Dedim, mən bu qızı tanıyıram axı. Keçən ay bizim evdə şkafda, vannada gizlənpaç oynayırdılar. Maşallah, necə də mehriban ailədirlər. Qardaş, biz artıq bağlanırıq. Zəhmət olmasa dura bilərsiniz. İndidən Qardaş bağlanmırsınız ki, hələ vaxtda var. Əlbəttə otura bilərsiniz. Onda gəl danış. Gəlirəm. siz də Qaldı ki, qrupda torba tikmək. Amma bu dəqiqə o torba tikmək bizim üzr istəmə, bizim belə hamı şamil eləmirəm, belə bizim millətin daha çox qanunda var. Hələ o tək qrupda da öyle, hər hansı bir sferada işdə görsən ki, nə bilim, rejissorun torbasını tikir, həkimi, jurnalisti. Qaldı ki, qrupda yenə deyirəm, bu komanda halında olan bir şeydir. Bax, o necə olur? Bax, ikisi oturur bir yerdə, üçüncü yox, üçüncünün qalsın danışırlar. Tutaq ki, qrup 4 nəfərsə, üçü bir yerdənsə, deməli dördüncü yoxdur, dördüncünün qalsın danışırlar. Əgər dördü bir yerdə oturursa, bu cür bir-birlərinin üzrə deyə bilmir axı. Otururlar ki, neyi? Aha, rəhbər yoxdur. Davar rəhbərin torbasını tikir. Əlbəttə salam, bu torba tikməyə bizim qanımızdadır. Bugün çox kədərliyəm. Bu kədərlə getdim özümə Romaya bilet aldım. Çünki bir var evdə ağlamaq, bir də var Romada əsərlərin qarşısında ağlamaq. Hamı da elə bilir ki, əsərlərə baxıb təsirlənmişəm. Mən isə bank hesabımdakı mənfi balansımı ağlayıram. Neysə, ən azından siz kasıblardan fərqli olaraq mənzərəm gözəldir. Hə? Necə alınmayacaq? Yaxşı, gəlirəm mən, gəlirəm. İndi. Bizim görüşümüz bugün də alınmadı. Tənginəfəs danışırdı, yanından da qız səsi gəlirdi. Mən gözünü pis eləyib, yanında Messistra var. Mən getdim. Murat, sən də onlar barəsində vaxtında mən çox şey dedin. Mən səndən yalandan danışım. Gərək sənə qulaq asardım. Bilirsən, məni məyus eləməyən, daim xoşbəxt eləyən yeganə münasibətim aviasiyasla olan münasibətimdir. Onun sayəsində bütün dünyanı görmüşəm. İndiki zamanda kim sənin üçün bu qədər şey eləyər? Sevgilim də bunu eşitib məndən küsüb ki, elə bil cındır zadıq. Elə bil niyə? Cındır. Bax, bir dənə olmuş əhvalat danışım öz qrupumuzda o. Deməli, qrupda bax, bir yaxşı sual verdiyimiz kimi, deməli, biz canlı yayıma çıxmalıyıq, səhər verilişini. Məsələn, uşaqlara demişəm ki, məsələn, filan kostyumda, filan köynəkdə və hamı, məsələn, qırmızı qalstukda. Baxırsan ki, ikisi taxım qırmızı qalstuk, biri taxım yaşıl gəlib. Deyirəm, abala, hanı sən qırmızı qalstukda? Bax, mən vallahi evi ələk verədim, tapa bilmədim. Yaxşı, çıxdıq səhnəyə, oxuduq, əlbəttə ki, iki qırmızı durmalıdır sağ, sol, yaşıl durmalıdır ortada. Və üstündən bir neçə il keçdi, o artıq mənim qrupumdan çıxmışdı, ucu sol fəaliyyətdən başlamışdı. Oturmuşduq bir günlər, hələ çay içili söhbət edib, özü açdı mənə düzün dedi ki, Nahaq yadıma gəlir o vaxtı verilişdə mən yaşlı qalstuk tapmışlar, deyirəm, hə. Deyib düzün deyib, evdən çıxanda qırmızı qalstuk gözümün qabağındaydı. Mən bilərəkdən özüm yaşlı qalstuku tapdım. Deyirəm, niyə? Çünki mən ortada durmaq istəyirdim. Ortada durana, bilməm, şokolad verirlər, bal verirlər, nə verirlər. Bir də hə, mən ortada durmaq istəyirəm. Deyirəm, hə, elədim bunu, nə oldu, nə əldə elədim. Yəni, bax, qrupda o beləçilər söhbətlər olur. Alo. Aha. Vahid bilet hazırdır. Çıxdım, narahat olma. Sağ ol. Və sonda qruplara hamısı oğulları arz edirəm. Və ilk növbədə arz edirəm ki, rəqabət aparır, ancaq sağlam rəqabət aparır. Torba tikmir, sağlam rəqabət. Çalışın, mehriban olun, bir olun və rəhbərinizə hörmət edin və rəhbərinizin sözünə qulaq asın və üzr istəyirəm. Ne deyərlər? İnsan yediyincə üzr istəyir, tüpürməz, çörəyinə təpi yatmaz və yaddan çıxarma ki, sən kim idin və kim olmuşsan və səni bu kimliyə də kim gətirib çıxarır.
Makrosların içinə qoyduk. Gül kimi düzəltmişik. Bütün kanallarda tuturdu. İndi 5 nəfərlə yersə düzələn deyil. Başma döyürdüm her gün. Oldum niye sevgine düşkün. İndi senden bana kalan bütün hatireleri fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Ta sesini tapmasan eşittim. Attan düşüp neyse. Ağlım başıma geleceğim ama ben gelmeyeceğim. Baş taşa değse. Günler, aylar, illər göreceksen bir ömür olacak. Beni yakında cüt göreceksen. Onda için kapkara kömür olacak. Başma döyürdüm her gün. Oldum niye sevgine düşkün. İndi senden bana kalan bütün hatireleri fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Düşünürdüm o vaxtlar senle. Gündüzde gecede güzeldi. Əsl seni tanıyandan sonra sensiz hayat necə də güzeldi. Düşünürdüm o vaxtlar senle. Gündüzde gecede güzeldi. Əsl seni tanıyandan sonra sensiz hayat necə də güzeldi. Başma döyürdüm her gün. Oldum niye sevgine düşkün. İndi senden bana kalan bütün hatireleri fırlattım attım. Fırlattım attım. Fırlattım attım. Əla, musiqi ilə çox sağ ol. Çox Əla, çox sağ ol. təşəkkürlər. Mən təşəkkür edirəm.